Hər birinizi salamlayıram. Bildiyiniz kimi bugün Güvənli Nəşriyyatı tərəfindən blok fənləri üzrə sınaq imtahanı keçirilmişdir və mən bugün sizə bu sınaq imtahanında 10-cu sinif üzrə coğrafiya fənnindən istifadə olunmuş sualların izahını təqdim edəcəm. İlk olaraq birinci sualla başlayaq. Birinci sualda qeyd olunur ki, yer kürəsində çəkilə bilən ən uzun çevrə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Bilməlisiniz ki, yer kürəsində çəkilə bilən ən uzun çevrə məhz ekvator xəttidir və biz ekvator xətti ilə bağlı uyğunluğu seçməliyik. Deyir, uzunluğu 40.076 kilometrdir. Bu doğru bir fikirdir. Bəli, ekvator xəttinin uzunluğu 40.076 kilometrdir. Buna baxmayaraq qarşısında yanlış qeyd edildiyi üçün bu uyğun variant hesab edilmir. Bütün meridianlarla kəsişir. Bu doğru fikirdir. Zaten qarşısına doğru yazıldığı üçün uyğun variant məhz B variantıdır. Şərq və qərb yarımkürələrinin sərhəddini təşkil edir. Bilməlisiniz ki, ekvator xətti şərq və qərb yarımkürələrinin sərhəddini təşkil etmir. Belə ki, şərq və qərb yarımkürələrinin sərhəddini 0-cı və 180-ci meridian xətləri təyin edir. Bu yanlış fikirdir. Qarşısına doğru yazıldığı üçün uyğun variant hesab olunmur. 1 dərəcəlik qövsünün uzunluğu 111.3 kilometrə bərabərdir. Bəli, ekvator xətti üzərində 1 dərəcəlik qövsün uzunluğu 111,3 kilometrə bərabərdir. Doğru fikirdir. Ancaq qarşısından yanlış qeyd olunduğu üçün uyğun variant hesab etmirik. Yeri şimal və cənub yarımkürələrini ayırır. Bu da doğru fikirdir. Ancaq qarşısından yanlış yazıldığı üçün bunu da uyğun variant qəbul etmirik. Uyğun variant qeyd edəcəyik ki, B variantı olacaqdır. Növbəti sualımız miqyası bir bölək 20.000 olan xəritədə A və B məntəqələr arasında məsafə 6 sm olarsa həqiqi məsafəni hesablayın deyir. Burada baxırıq ki, 4 sıfır var, 2 sıfır silif metrdən ifadə edəcəyik. Qeyd edəcəyik ki, xəritədə 1 sm düşən məsafə məhz 200 metrdir. O zaman həmin xəritə üzərində bizim 6 santimetrimiz də təbii ki 1200 metrə bərabər olacaqdır. Sualımızın doğru cavabı Y variantıdır. Növbəti sual. A materiki Greenwich meridianı və ekvator xəttinin hər ikisi ilə kəsişən yeganə materikdir. Bu materik bütün yarımkürələrdə yerləşir. A materikinə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Burada söhbət Afrika materikindən gedir. Çünki Afrika materiki həm ekvator xətti ilə, həm də Greenwich meridianı ilə kəsişir. Ona görə də 4 yarımkürədə yerləşir. Doğrular sırasından doğruları, yanlışlar sırasından ise yanlışları götürməliyik. Sahasına göre en büyük materik ifadesi doğru değil. Çünkü sahasına göre en büyük materik Avrasya materikidir. Yeni dünyaya aittir ifadesi yanlıştır. Ona göre ki yeni dünya deyəndə söhbət sadəcə Şimali və Cənubi Amerikadan gedir. Şimal və Cənub tropik xəttləri ilə kəsişir. Bu doğru fikirdir. Afrika, Şimal və Cənub tropik xətti ilə kəsişir. Yanlışlar sırasına baxaq. Ekvator xətti onu təqribən 2 bərabər hissəyə bölür. Bu Afrika üçün doğru fikirdir. Sahillərini 4 okean suları yuyur. Bu yanlış fikirdir. Çünki Afrikanın sahillərini sadəcə Atlantik və Hind okeanı yuyur. Kolumb tərəfindən kəşf olunmuşdur ifadəsi yanlışdır. Kolumb tərəfindən kəşf olunan Afrika yox, Amerikadır. Deməli, doğrular sırasından doğru olarak 3'ü, yanlışlar sırasından yanlış olarak 5 ve 6'nı seçsək, doğru cavabımız C variantı olacaktır. Növbəti sualımız, sxemə əsasən daxili və xarici horizontal arasındakı hündürlük fərqi 30 metrdir. A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Deməli, əziz yoldaşlar, baxanda gördük ki, beşlik xətləri kənara doğru çəkilib. Deməli, burada dağ relief forması göstərilmişdir. Daxili və xarici horizontal arasında hündürlük fərqi 30 metrdir. Daxili horizontal bura, xarici horizontal isə bax budur və bunlar arasında 30 metr hündürlük fərqi var və aralarında 3 boşluq var. Biz bunlar arasındakı hündürlük fərqi olan 30 metri aralarındakı boşluqların sayına bölsək 10 metr cavabını alacağıq. Bizim bu aldığımız 10 metr məhz kəsmə yüksəkliyi ifadə edir. Əgər 10 metrdirsə kəsmə yüksəkliyimiz, o zaman 400-dən sonra gələcək horizontal 410 metr, ondan sonra gələcək və A nöqtəsinin üzərində yerləşdiyi horizontal hündürlüyü 420 metr olacaqdır. Deməli, sualımızın doğru cavabı 420 olacaq. Növbəti sual. 40 dərəcə şimal enliyi hansı materiklə kəsişir? Təbii ki, 40 dərəcə şimal enliyi
Şimal Amerika və Avrasiya materiki ilə kəsişir. Coğrafi koordinatları 40 şimal enliyi və 0 dərəcəlik e, meridyan olan Valensiya şəhəri 51 dərəcə şimal enliyindəki Londondan hansı istiqamətdə yerləşir? Deməli, London bilməliyik ki, 51 dərəcə şimal enliyi ilə Greenwich meridyanının kəsişmə nöqtəsində yerləşir. Eyni zamanda Valensiya şəhəri isə 40 dərəcə şimal enliyi və 0 dərəcəlik meridyan üzərindədir. İndi qeyd olunur ki, Valensiya şəhəri Londondan hansı istiqamətdə yerləşir? Valensiya təbii ki, Londonun cənub istiqamətindədir. Doğru cavab C variantı olacaq. Leif Eriksona aiddir. Avustraliya materikini kəşf etmişdir. Xeyr. Avustraliya materikinin müstəqil materik olduğunu James Cook kəşf edib. Cənub coğrafi qütbünü fəth etmişdir. Cənub coğrafi qütbünü Raul Amundsen fəth edib. Şimal Amerikanın şimal-şərq hissələrinə səfərlər ediblər, bəli. Leif Erikson deyəndə söhbət burada Vikinglərdən gedir və Vikinglər Şimal Amerikanın şimal-şərq hissələrinə səfərlər etmişdir. İlk dəfə dünya səyahəti etmişdir Fernand Magellan. 3 dəfə Azərbaycanda deməli olmuşdur. Bu da təbii ki, Leif Eriksona aid olan bir fikir deyil. Doğru cavabımız olacaq burada məhz C variantı. Edirven diaqramını tamamlayan bəndi müəyyən edin. Konturlu şərti işarələr və xəttli şərti işarələr üçün oxşar olan əlaməti seçməliyik. Obyektin sahəsini təyin etmək olar. Əlbəttə ki, bu konturlu şərti işarələrə aiddir. Xəritənin tərtibində istifadə olunur. Əlbəttə ki, hər ikisinə də aiddir. Elə doğru cavabımız B variantı olacaq. Yalnız obyektlərin uzunluğunu təyin etmək mümkündür. Bu, xəttli şərti işarələrə aiddir. Yalnız planın tərtibində istifadə olunur. Bu, heç birinə aid deyil. Bataqlıq və şoranlıqlar aiddir. Bu təbii ki, konturluya aiddir. Planın tərtibində, yalnız planın tərtibində istifadə olunur. Niyə üçün yanlış oldu? Çünki həm konturlu şərti işarələr, həm də xəttli şərti işarələr həm planda, həm də xəritədə istifadə oluna bilər. Ona görə yalnız planın tərtibində istifadə olunur ifadəsi doğru hesab olunmur. Doğru cavabımız B variantıdır. Növbəti sual. James Cook xəritə sxemində verilmiş materiklərdən hansının sahillərini tədqiq edərək onun müstəqil materik olduğunu sübut etmişdir. Əlbəttə ki, Avustraliyanın. Doğru cavabımız B variantı. Növbəti sual. Miqyası 1/300.000 olan xəritədə sahəsi 4 kvadrat santimetr olan ərazinin həqiqi sahəsini hesablayın. Deməli, ilk öncə baxıb görürük ki, bu xəritə üzərində bizim 1 santimetrə düşən real məsafəmiz 3 kilometrdir. Qeyd edirik ki, sahə məsələlərində düstur olaraq miqyas qiyməti bərabərdir. Kök altında həqiqi sahə bölünsün, xəritəki sahə deyirik. Baxdığımız zaman miqyasa, miqyas qiyməti 3 kilometrə bərabərdir. Deyirik 3 bərabərdir. Kök altında x bölək 4. Hər tərəfə kvadratı yüksəltməliyik ki, kökdən az dedək. Hər tərəfə kvadratı yüksəldəndə olacaq 9 bərabərdir. X bölək 4. X də buradan bərabərdir. 36 kvadrat kilometr. Sualımızın doğru cavabı D variantı olacaqdır. Müşahidəsi 0 dərəcəlik azimutla 3 kilometr, sonra isə şərqə doğru daha 3 kilometr yol getdi. O başlanğıc məntəqə ən qısa yolla hansı azimutla qayıtmalıdır? Fərz edək ki, A nöqtəsində dayanıb müşahidəsi və 0 dərəcəlik azimutla. 0 dərəcəlik azimut şimal istiqamətini göstərir. Şimala doğru 3 kilometr gedib, daha sonra şərqə doğru daha 3 kilometr yol gedib və şərti olaraq B məntəqəsini çatıb. O ilkin məntəqəyə, yəni A məntəqəsində ən qısa hansı azimutla qayıtmalıdır? Əlbəttə ki, bu istiqamətdə. Yəni, cənub-qərb istiqamətində 225 dərəcəlik azimutla. Doğru cavab A variantı olacaq. Hansı kartoqrafik təsvirdə miqyas daha böyük olar? Verilmiş variantların hamısında xəritə görürük. Sadəcə Y variantında plan görürük. Bilməliyik ki, planın miqyası xəritəyə nəzərən daha böyük olur. Ona görə sualımızın doğru cavabı Y variantıdır. Hansı miqyaslı xəritədə təsvir daha dəqiq, müfəssəl olar? Yadda saxlayın ki, miqyas nə qədər böyükdürsə, dəqiqlik o qədər çoxdur. Verilənlər arasında miqyası daha böyük olan olacaq B variantı. 1/35.000. Ona görə bu tip xəritələrdə dəqiqlik daha çoxdur. Azərbaycan hansı yarımkürələrdə yerləşir? Əlbəttə ki, şimal və şərq olacaq A variantı. Növbəti sualımız məhəllin planında miqyaslı şərti işarələrlə
təsvir olunan coğrafi obyektlər. Təbii ki, tək ağac, əgər miqyassız istəyirsə, tək ağac, su quyusu və telegüllər. Bunlar miqyassızdır. Amma cığır xəttidir, şose yol xəttidir, kolluq isə konturlu işarədir. Doğru cavabımız 1 üstü 5 A variantı olacaqdır. Doğru olmayan fikri müəyyən edin deyir. Azərbaycanın hər nöqtəsində qütb ulduzu 40 dərəcə uzaq altında görünür ifadəsi doğru deyil. Ona görə ki, Azərbaycanda sadəcə Bakı şəhərində qütb ulduzunun görünmə bucağı 40 dərəcə bərabərdir. Balakəndə olsaq təqribən 42 dərəcə bucaqla görərik. Astarada olsa təqribən 38 dərəcə bucaqla qütb ulduzunu görərik. İlk öncə biz bilirik ki, qütb ulduzu yalnız şimal yarımkürəsində görünür və biz şimal yarımkürəsində hansı paralel xətti üzərində dayanmışıqsa, qütb uluduzunu həmin paralel xəttinin bucağına uyğun görürük. Yəni, sən əgər şimal yarımkürəsində 65 dərəcə şimal enliyində dayanmışsansa, o zaman 65 dərəcə bucaq altına görəcəksən. Yox, əgər 50 dərəcə şimal enliyində dayanmışsansa, 50 dərəcə bucaq altına görəcəksən. İndi nəticə itibarilə Azərbaycan sadəcə 40-cı paralel xətt üzərində yerləşsəydi, o zaman sadəcə 40 dərəcə uzaq altına görərdi. Amma Azərbaycan təqribən 38 və 42 dərəcəlik şimal enliklər arasında yerləşdiyi üçün təbii ki, sadəcə Bakıda 40 dərəcə uzaq altına görünür. Balakəndə, Astarada və digər rayonlarımızda qütb ulduzusunun görünmə uzağı müəyyən qədər dəyişir. Ona görə yanlış olacaq A variantı. Digər variantlara baxsaq, horizontalların sıx keçdikləri yerdə yanmaz daha meyilli olur, bəli. Relyefin hündürlüyünü göstərən horizontallar izohips adlanır, bəli. Yerin şimal coğrafi qütbü Robert Piri tərəfindən fəth olunmuşdur, bəli. Kompas və qnomanla üfüqün cəhətlər təyin olunur, bu da bəli. B, C, D və Y variantlar hamısı doğrudur, amma A variantı səhvdir. 355 dərəcəlik azimutla gedən səyyah ən qısa yolla hansı azimutla qayıtmalıdır? Əgər verilmiş azimut 180-dən böyükdürsə, o zaman həmin azimutdan 180-ə çıxacağıq və deyəcək ki, 175 dərəcə olacaq. Deməli, 355-dən gedən 175 dərəcəlik azimutla qayıtmalıdır. Doğru cavabımız olacaq B variantı. Bakıdan şimal qütbünə qədər olan ən qısa məsafə, Bakıdan cənub qütbünə qədər olan ən qısa məsafədən neçə kilometr azdır? Demək, Bakı yerləşir harada? 40 dərəcə şimal enliyində. Şimal qütbü haradadır? 90 dərəcə şimal enliyim. Cənub qütb haradır? 90 dərəcə cənub enliyim. Deməli, Bakıdan şimal qütbünə qədər 50 dərəcədir. 50-ni vursaq 111-ə eləyəcək 5550 kilometr. Düzdürmü? Bakıdan cənub qütbünə qədər 130 dərəcədir. Biz 130-u vuranda 111-ə, 130-u 111-ə vuranda 14430 kilometr edir. İndi fərq nəyə bərabərdir? 14430 çıxaq 5550. Bu da bərabərdir 8880 kilometrə. Deməli 8880 kilometr daha azdır. Doğru cavabımız B variantı. Növbəti sual. 80 cənub enliyi, 80 şərq uzunluğu. Bunlar üçün oxşar və fərqli əlamətlər. Bir dərəcəlik qövsünün uzunluğu 111 kilometrdir. Əlbəttə ki, 80 dərəcəlik şərq uzunluğu meridianında bir dərəcəlik qövsünün uzunluğu 111-dir. Ona görə A gələcək 2-yə. Antarktida materiki ilə kəsişir. Antarktida materiki ilə hər ikisi də kəsişir. Ona görə B ikisinə də aiddir. Cənub, şərq və qərb yarımkürələrində deməli yerləşir. Deməli, burada olacaq cənub, şərq və qərb yarımkürələrində yerləşir. Təbii ki, bu aid olacaq birinciyə. Demək, 1-ə C, 2-yə A, 3-ə də B. Doğru cavabımız A variantı olacaqdır. Səyyah coğrafi koordinatları 30 şimal enliyi və 70 şərq uzunluğu olan A məntəqəsindən əvvəlcə şimal istiqamətində 1110 km yol gedərək B məntəqəsinə, daha sonra isə B məntəqəsindən paralel xətti üzrə şərq istiqamətində 45 dərəcə yol gedərək C məntəqəyə çatmışdır. Səyyahın cəmi neçə kilometr yol getdiyini hesablayın. Deməli, səyyah haradadır? Səyyah 30 dərəcə şimal enliyi və eyni zamanda 70 dərəcə şərq uzunluğundadır. Düzdürmü? Neyniyib? Bu nöqtədən əvvəlcə şimal istiqamətinə
1110 kilometre gedib. 1110 kilometre getdi. 1110 kilometrimiz bərabərdir bu arada 10 dərəcə. 10 dərəcə getdi, gəldi çatdı hara? 40 dərəcə şimal enliyinə. Daha sonra neynədi? Daha sonra şərqə doğru şərqə doğru 45 dərəcə gəldi. 45 dərəcə gəldisə, gəlib çatdı hara? 115 dərəcə şərq uzunluğuna. 40-cı paralel xətt üzərində biz bilirik ki, bir dərəcəmiz bərabərdir 85,4-ə. 45-i vursaq 85,4-ə nə qədər edəcək? 45 vuraq 85,4 3843. Deməli, ümumi neçə kilometr yol gedib səyyah? 1110 plus 3843. Bu da bərabərdir 4953 kilometrə. Deməli, ümumi səyyah 4953 kilometr yol qət etmişdir. Növbəti sual. Yerüstü planlamada istifadə olunan alətlərdən deyil, deməli, termometr. Termometr havanın temperaturunu ölçmək üçün istifadə olunur. Ondan planlamada istifadə olunur. Amma buz stol, teodolit, ruletka və kompasdan istifadə olunur. Növbəti sual. Aşağıda şimal yarımkəsində yerləşən paralel çevrələrinin bir dərəcə qövslərinin uzunluqları verilmişdir. Hansı paralel çevrəsinin ekvator xəttə daha yaxın yerləşdiyi müəyyən edin. Ümumiyyətlə bilməlisiniz ki, paralel xəttlərin uzunluğu ekvatordan qütblərə doğru kiçilir və eyni zamanda hər bir paralel xətt üzərindəki bir dərəcə qövsün uzunluğu da ekvatordan qütbə doğru getsə azalır. Bunlar arasında ekvatora daha yaxın yerləşəni tapmaq istəyiriksə, deməli, bir dərəcə qövsün uzunluğu hansı daha böyükdürsə, o ekvatora daha yaxın yerləşir deməkdir. Baxanda görürük ki, Y paralelində bir dərəcə qövsün uzunluğu digərlərinin nəzərindən daha çoxdur. Deməli, ekvatora daha yaxın yerləşən də məhz bu olacaqdır. Doğru cavabımız Y variantı. Növbəti sual. Doğru sıraları müəyyən edin. Deməli, burada baxacağıq ki, şərti işarə, coğrafi obyekt və xüsusiyyəti verilib. Bu tək koldur. Tək kol planda təsvir oluna bilər. Bu düzdür. Burada təbii ki, yel dəyirməni yox, körpü göstərilməli idi. Ya dalsı yazılmalı idi. Körpünün işarət işarəsidir. Bu üzümlükdür və kontur işarət işarə sayılır. Bu meyvə bağıdır, konturlu işarət işarə sayılır. Seyrək meşədir, amma seyrək meşə xətti yox, konturlu sayılır. Bu şose yoldur. Şose yolda deməli yazılmayıb, karxana yazıldığı üçün doğru sayılmır. Doğru cavabımız 1, 3 və 4 olacaqdır. Növbəti sual. Bir bölək 15 milyon miqyaslı xəritədə 22 şimal enliyi və 3 dərəcə cənub enliyi arasındakı ən qısa məsafə 1 santimetr olduğunu hesablayın. Deməli, 22 şimal enliyi ilə 3 dərəcə cənub enliyi arasında 25 dərəcə məsafə var. Bunu da vururuq 111'ə. 25'i vurduğumuz zaman 111'ə edir 2775 kilometr. İndi miqyasımız nə qədərdir? Miqyasımız 1 santimetrə 150 kilometrdir. O zaman 2775 kilometrimiz neçə santimetr olacaq? X. X buradan bərabərdir. Biz 2775'i bölsək əgər 150'yə alacağıq 18,5 santimetr. Deməli, sualımızın doğru cavabı 18,5 olacaqdır. Ədədi miqyaslara uyğun gələn izahlı miqyasları müəyyən edin. Bir bölək 150 min 1 santimetrdə 1500 metr və yaxud 1 santimetrdə 1,5 kilometr deyir. Ona görə bir düzdür. Burada 1 santimetrdə deməli 25 kilometr olmalıdır, amma 250 yazıblar. Bunu seçmirik. Burada 400 metredir. Bu doğrudur. Burada 830 kilometr olmalıdır, amma 83 yazılıb. Ona görə bu səhvdir. Burada 60 kilometr edir yazılmalıdır, amma 6 kilometr yazıldığı üçün səhvdir. Burada 250 metr olmalıdır və 250 də yazılıb. Ona görə sualın doğru cavabı 136 olacaqdır. Sonra üzürsən. Növbəti sual. Sıxımda kəsmə yüksəkliyi neçə metr olmalıdır ki, A nöqtəsinin mütləq hündürlüyü 510'a bərabər olsun. Əgər biz A-nın hündürlüyünün 510 olmağını istəyiriksə, kəsmə yüksəkliyi nə qədər olmalıdır? 510'dan çıxırıq 450'ni və bölürük aradakı boşluqların sayına 1, 2, 3, 4. 4'ə bölürük. Deməli, 510'dan biz əgər 450 çıxsaq, verəcək təbii ki 60 metr, 4'ə böləndə eləyəcək 15 metr. Əgər kəsmə yüksəklik
15 olsa o zaman A'nın hündürlüğü 510 olabilir. Mesela bu olacak 465, bu olacak 480, bu olacak 495, bu da olacak 510. Gördüğünüz gibi kesme yüksekliği 15 olsa A noktasının hündürlüğü 510 metre olabilir. Doğru cevabımız 15. Növbəti sualımız uyğunluğu müəyyən edin deyir. Burada baxırıq ki 400 metr olaraq artır. 400 metri göstərəndəki D'dir. Olacaq 1'ə D. Burada görə 2 kilometr olaraq artır. 2 kilometri göstərən də Y'dir. Yəni bir 200 min. Baxırıq ki burada 0,2 kilometr, yəni 200 metr artır. Verilən arası 200 metrdə B variantında qeyd olunub. Demək 1'ə D, 2'ye Y, 3'ə də B uyğun gəlir. Növbəti sual. Şimal yarımküresinde yerleşen A paralel çevresinin uzunluğu 30.744 kilometredir. Bu paralelin meridyanlarından birini keşfin noktasında ülkemizin payitahtı yerleşir. Ölkəmizin paytaxt Bakı şəhəri 40-cı şimal enliyində yerləşdiyi üçün demək burada söhbət 40 dərəcəli şimal enliyindən gedir. Gəl baxaq görək nə deyir. 88'de deyir. A paralelinin bir dərəcəlik köprüsünün uzunluğunu hesablayın və bu paralelin hansı olduğunu yazın. Deməli 40 dərəcəlik paralelde bir derece köprüsünün uzunluğu 85,4'tür. Bunu necə tapırsan? 30.744'ü 360'a böldükdə 85,4 kilometr edir. Deməli 40 derece paralel üzərində bir derece köprüsünün uzunluğu 85,4 kilometre bərabərdir. 2. Söhbət hansı paraleldən gedir? Təbii ki 40 derecelik şimal enliyindən gelir. Əgər bu formada yazmışsınızsa tam bal verəcəklər. Növbəti A paraleli üzərində 35 şərq uzunluğu və 40 dərəcə qərb uzunluğu arasındakı ən qısa məsafəni hesablayın. 35 şərqlə 40 qərb uzunluğu arasında 75 dərəcə məsafə var və bilməliyik ki 40-cı paralel xətti üzərində bir dərəcə köprüsünün uzunluğu bərabərdir 85,4 kilometrə. O zaman bu paralel xətt üzərində 75 dərəcəmiz neçə kilometr olacaq? X. Biz buradan təbii ki 75'i vursaq 85,4'ə cavab alacağıq 6405 kilometr. Əgər bu formada yazmışsınızsa yenə də tam bal verəcəklər. A paraleli boyunca qərbə doğru hərəkət edən səyyah qütb buludunu özündən hansı tərəfdə görür? Əgər 40-cı paralel üzrə biz qərbə doğru gediriksə, təbii ki qütb buludu qalacaq bizim solumuzda. Ki, və bu paraleldən ekvatora qədər ən qısa məsafə nə qədər olar? 40-cı paraleldən ekvatora qədər 50-40 dərəcə, 10 da 111'ə vuranda 54.440 kilometr. Daha doğrusu çok üstte mən burada texnik yanlış oldu. Əgər biz qərbə doğru gediriksə, o qütb buludu qalacaq bizim sağımızda. Şərqə doğru gedəndə solumuzda qalır. 1'ə sağ yazılmalıdır. 2'ye də ki doğru cavab 4440 kilometr. Əgər siz də bu formada yazmışsınızsa sizə tam bal verəcəklər. Deməli, 30 sualın hər birini ətraflı şəkildə izah etməyə çalışdım. Əminəm ki, sizə mütləq faydası dəyəcəkdir. Yoxladıqdan sonra təkrar video izahı baxmağınızı tövsiyə edirəm. Müəyyən qeydlər aparmaq üçün. Əgər video sizin üçün yararlı olursa, dostlarınızla bölüşməyi unutmayın. Kanala abunə olun ki, bizim növbəti videolarımızdan yararlana biləsiniz. Özünüzə yaxşı baxın. Allah'a emanet olun.